ikinci hissəsindən antropogenezin izahını sizlərlə paylaşacağım. Deməli, başlayaq suallardan. Birinci sual, insanın təkamülünü sübut edən dəlillərlə bağlıdır. Birinci sualda deyir ki, antropogenezin sosial amilləri hansılardır? Bilirsiniz ki, antropogenezdə iki cür amillər var idi. Bir vardı bioloji amillər, bir də vardı sosioloji amillər. Bioloji amillərə təbii seçmə, yaşamaq uğrunda mübarizə, irsiyyət və dəyişkənlik aid idi. Sosial amillərə isə əmək, ictimai həyat tərzi, təfəkkür, nitq. İndi biz sosial amillərə aid olanları seçməliyik. Deməli, şuur, təbii seçmə, xeyr, təbii seçmə bioloji amildir. Əmək, ictimai həyat tərzi, təbii seçmə, nitq. Şuur, nitq, təfəkkür, uyğunlaşma, xeyr. Əmək, ictimai həyat tərzi, şuur, yəni təfəkkür, nitq, bəli. Birinci sualımız D variantı. İkinci, sadalananlardan hansı antropogenezin hərəkət verici qüvvələridir? Hərəkət verici qüvvələrinə, məsələn, yalnız kombinativ dəyişkənlik. Xeyr, bu aid deyil. Tərəqqiyə doğru daxili meyl. Bu, Lamarckın sistematik kateqoriya yaradarkən seçdiyi yolu idi ki, tərəqqiyə doğru daxili meyl var idi canlılardan. Təbii seçmə, əmək, nitq, təfəkkür. Bəli, bu doğru variantdır. Üçüncü sual. Düşüncəli fəaliyyətin ali forması insana məxsusdur. Ona görə cavabımız C variantı. Dördüncü, insan rüşeymində neçə qəlsəmə yarığı var? İnsanın bir aylıq rüşeymində 3 cüt qəlsəmə yarığı olur. Ona görə cavabımız D variantı. Beşinci sualda, şimpanze və qorillanın hər birində neçə qabırğa var? Şimpanze və qorillada 13 fəqərə var, döş fəqərəsi, 26 qabırğası, bir ədəd döş sümüyü var. Toplam döş qəfəsi bunları toplayanda 40 sümükdən ibarətdir. Ancaq oranqutan bizdən soruşsaydı, onda 24 qabırğa edərdi. Çünki oranqutanın qabırğasının sayı ilə insanın qabırğasının sayı eynidir. Hər birində dediyinə görə cavabımız 26. 26 şimpanzenin qabırğası var, 26 qorillanın. 6-cı sualda, insanın daimi dişlərinin sayı 32-dir. İnsana bənzər meymunlarda isə onlarda da 32-dir. Onlarda da insan kimi 4 qan qrupu var, baş bitinin olması, bəzi xəstəlikləri keçirməsi insana bənzər meymunlarda da təsadüf olunur. 7-ci, insanda təsadüf edilən atavizmlər. Seyrək tük örtüyü, bu rudimentdir. Bədənin sıx tük örtüyü, bəli, çox məməlilik və quyruqluq. Bu, hər üç əlamət bizdə atavizm sayılır insanlarda. Ancaq bədənin sıx tük örtüyü, diafragma atavizm deyil, məməlilərə xas olan bir döş boşluğunu, qarın boşluğundan ayıran əzəli orqandır. Seyrək tük örtüyü bu rudimentdir. Appendix bu rudimentdir. Cavabımız B variantı. 8-ci sualda. İnsanda təsadüf edilən rudimentlər. Çox məməlilik bu atavizmdir. Appendix, kürək sümüyü, quyruq. Xeyr, quyruq atavizmdir, kürək sümüyü isə canlılarda var. Ona görə bu ümumiyyətlə aid deyil. Üçüncü göz qapağı, appendix, seyrək tük örtüyü. Bəli, bunların üçü də rudiment haldadır. Sonra 9-cu suala baxaq. Əksər məməlilərin bədəninin sıx tük örtüyü ilə örtülməsi onlar üçün səciyyəvi xüsusiyyətdir. İnsan üçün isə bu atavizm, yəni uzaq əcdadıda bədənin tüklü örtülməsi olub deyə atavizm sayılır. 9-da A variantı. 10-cu suala baxaq. Əksər sürünənlər üçün səciyyəvi olan xüsusiyyət, insan üçün isə rudimentdir. Deməli, kloaka insanlarda yoxdur. Çox məməlilik bu atavizmdir. Üçüncü göz qapağı, bəli, üçüncü göz qapağı insanda, məməlilərdə rudimentdir, amma sürünənlərdə var. Sıx tük örtüyü bu atavizm olardı. Pulcuq insanda yoxdur. 11-ci sual. Antropomorfozu göstərin. İctimai həyat tərzi, yaşamaq uğrunda mübarizə, təbii seçmə, dik yerimə, müasir insana bənzər meymunların baş beynin quruluşu və funksiyaları. Antropomorfoza aid olanlar dik yerimə idi.
Çünki artıq dik yeriməməklə əlaqədar olaraq insanda bir sıra xüsusiyyətlər yaranmışdı. Onurğa esfari əyilmişdi, ayağın altında tağ şəkilli əyrilik əmələ gəlmişdi, oma sümüyü möhkəmlənmişdi, ağırlıq aşağı ətraflara düşdüyü üçün. Bu da antropomorfoza aiddir. 12-ci sualda. Qorilla insana hansı xüsusiyyətlərinə görə daha yaxındır? Qorilla ümumi bədən nisbətlərinə görə, sonra oranqutan döş qəfəsinin sayına görə, hippon hamar formalı kəllə quruluşuna və yastı döş qəfəsinin olmasına görə bənzəyirdi. İndi qorillaya biz axtarsaq, cavabımız bədənin ümumi nisbətlərinə görə iyi. Çünki çanaq quruluşuna görə insana bənzəyirdi. 13-cü sual. Oranqutan hansı əlamətlərinə görə insana daha yaxındır? Bədənin ümumi nisbətləri, bilək, pəncə, çanağın quruluşu bu orangutana aid deyil. Qabırğalarının sayına görə, bəli, orangutanda da 12 döş fəqərəsi, 24 qabırğa, bir döş sümüyü var. Yəni, döş qəfəsi insanların döş qəfəsi ilə sayca eynidir. 14-cü suala baxaq. Hippon hansı əlamətlərə görə insanda daha yaxındır? Kəllənin quruluşuna, hamar formalı kəllə və yastı döş qəfəsinə görə oxşayır. Qabırğaların sayına görə oranqutandır, bədən ümumi nisbətinə görə qorilladır, kəllənin quruluşu, ətrafların ölçüsünə görə şimpanzidir, çənaltı çıxıntısının olmasına görə, çənaltı çıxıntı ümumiyyətlə onlarda yoxdur. Çünki çənaltı çıxıntı olsaydı, onlarda da nitq qabiliyyəti formalaşardı. 15-ci sualda. Qorilladan fərqli olaraq şimpanzi hansı əlamətlərə görə insana daha çox oxşayır? Kəllənin quruluşu və ətrafların ölçüsünə görə. Cavabımız A variantı. 16-cı sualda. İnsana bənzər meymunların və insanın əcdadı öz başlanğıcını götürmüşlər. Nəsil kəsilmiş sürünənlərdən. Xeyr, bu yanlışdır. Pitekantroplardan. Pitekantrop insanın yarım cinslərinə aiddir. İnsana bənzər meymunlar bunlardan başlanğıc götürməyib. Müasir insana bənzər meymunlardan xeyr. Pişik boyda olan qədim əcdaddan. Bəli, keçmiş zamanda yaşamış, pişik boyda olan qədim əcdaddan başlanğıc alıb parapiteklər və parapiteklər özləri 3 şaxəyə ayrılır. Hippon, orangutan və driopteklər. Driopteklər də sonradan 3 şaxəyə ayrılırdı. Onlardan avstralopitek, şimpanzi və qorilla 3 şaxə ayrılırdı. Və insan bilavasitə əcdadını avstralopiteklərdən başlanğıc alırdı. Bizə hər ikisi üçün ortaq olanı soruşurdu, pişik boyda olan qədim əcdaddan. 17-ci suala baxaq. Burada səhvə 2 dəfə düşüb, ona görə çevirirəm. İnsan təkamülündə aşağıdakı hansı orqanların irsi dəyişkənliyi nəticəsində insanda aydın nitq yarandı? Nitqin yaranması, qırtlaq, səs tellərinin yaranması qırtlaqdan və ağız aparatının dəyişməsi ilə səs danışıq yarandı. 18-ci sualda. Onurğa sütununun esvari əyilməsi, oma sümüyünün möhkəmlənməsi nəyin nəticəsində baş verdi? Bu dik yeriməklə bağlı idi. Cavabımız qarışıq qidaya keçmə nəticəsində xeyr, qarışıq qidaya keçmə nəticəsində yaranmaz. Konvergensiya xeyr, dik yerişə keçid nəticəsində. Bəli. 19-cu sualda. Mücərrəd təfəkkür hansı canlılara məxsusdur və o nəyin nəticəsində yaranmışdır? Mücərrəd təfəkkür insana məxsusdur və nitqin yaranması ilə mücərrəd təfəkkür yarandı. Yəni şuur yarandı. Buna görə insana və nitqin yaranması ilə əlaqədardır. C variantı. 20-ci sualda. Antropogenezin sosial amillərinə aid deyil. Sosial amillərinə nitq aiddir. Təfəkkür, ictimai həyat tərzi, əmək bunlar aiddir. Yaşamaq uğrunda mübarizə, irsi dəyişkənlik və təbii seçmə bioloji amillərinə aiddir. Ona görə cavabımız A variantı. 21-ci sualda. İnsanın məməlilər sinifinə aid olduğunu bildirən əlamətlər hansılardır? Məməlilərə xas olan xüsusiyyətlər o idi ki, 7 boyun fəqərəsinin olması, plasentanın olması, balalarını südlə bəsləməsi, əzəlli diafraqmanın olması, bu kimi xüsusiyyətlər məməlilərə xasdır. İndi baxaq, əzəlli diafraqma və plasenta. Bəli, bu doğru fikirdir. Daxili mayalanma, ağciyər tənəffüsü, bu zaten digər canlılarda da var idi, yəni digər sinifin canlılarında. Diri bala doğma, 2 qan dövranı,
aid deyil. Çünki artıq suda qurda yaşayanlardan sürünənlər, quşlar, məməlilər hər birində 2 qan dövranı var idi. Diri bala doğma, daxili mayalanma. Bu da aid deyil. 2 qan dövranı və balanın südlə bəsləməsi. 2 qan dövranı aid deyil yalnız insana. Ancaq balanın südlə bəsləməsi aiddir. Məməlilərə xas xüsusiyyətdir. Cavabımız A variantı. 22-ci sualda insanın məməlilər sinifinə aid olduğunu bildirən əlamətlər hansılardır? Əzələli diafraqma, az öncə qeyd etdiyim kimi, bəli. 3 cüt eşitmə sümüyü, doğrudur. Süd vəzləri, bəli, bu məməlilərə xas xüsusiyyətdir. 4 kameralı ürək quşlarda var idi. Daxili skelet digər heyvanlar sinifində də var. Daxili mayalanma, daxili sekresiya vəzləri, döş sümüyü sürünənlərdə də var, quşlarda da var. Orta qulaq, 2 qan dövranı, sidik hissəsi bu da aid deyil. Cavabımız A variantı. 23-cü sual. İnsanın normal fərdi inkişafı zamanı kloaka doğulduqdan sonra formalaşır. Xeyr, doğulduqdan sonra insanda kloaka olmaz. Yalnız embrional mərhələdə kloaka olur ki, canlılarda məsələn belə bir mərhələdə. Bu da onun embrional mərhələsində, yəni əcdadlarında başlanğıc götürdüyü embrional bir inkişafının sübutudur. Atavizm kimi meydana çıxır? Xeyr. Rudiment hesab olunur? Xeyr, olmur. Yanlışdır. Rüşeyin mərhələsində olur. Y variantında rüşeyin mərhələsində olur. 23-cü sualdır. Y variantı. 24-cü suala baxaq. Antropomorfozlara aid deyil. Döş qəfəsinin olması bu aid deyil. Onurğa sütunun esvari əyilməsi, bəli, dik yeriməklə əlaqədar olaraq artıq onurğa sütununda esvari əyrilik, lordus və kifoz əmələ gəldi. Dik yerimənin meydana çıxması, bəli, bu aiddir. Ayaq tağının meydana gəlməsi doğrudur. Çünki ayaqda olan ağırlığın təkanı azaltmaqdan ötürü ayaq altı tağ şəkilli əyrilik əmələ gəldi. Çənə aparatının yüngülləşməsi, bişmiş qidaya keçməklə əlaqədar olaraq artıq çənə aparatı yüngülləşdi. Ancaq döş qəfəsi insan antropomorfozlara aid deyil. Çünki digər canlılar sinifində də döş qəfəsi var idi. 25-ci sualda antropomorfozlara aiddir. 4 kameralı ürək, xeyr, aid deyil. İstiqanlığın meydana çıxması, xeyr, çünki quşlarda da var idi istiqanlıq, məməlilərdə də var idi. Ayaq tağının əmələ gəlməsi, bəli, bu artıq dik yerişin nəticəsi olaraq ayaq tağ şəkilli forma aldı. 26-cı sualda müasir insanı insana bənzər meymunlardan fərqləndirən cəhətlər. Baxaq. Yüksək inkişaf etmiş sinir sistemi, daş alətlərdən istifadə etmə və şərtsiz reflekslər. Fərqləndirən dediyinə görə, yüksək inkişaf etmiş sinir sistemi meymunlarda da var. Daş alətlərdən istifadə yalnız alət hazırlamaq, istifadə etmək, hazırlamaq insana məxsusdur. Amma meymunlar da istifadə edə bilər. Nəyisə götürür, ata bilər, çubuqdan tuta bilər, yapışa bilər. Şərtsiz reflekslər bu heyvanlarda da var. Buna görə bu aid deyil. Digər alətlərin istehsalı üçün əmək alətlərinə düzəltmə və ondan istifadə etmə qabiliyyəti. Bəli, bu yalnız insana məxsusdur. Çünki insan nəyisə hazırlaya bilər, alət hazırlaya bilər. Heyvanlarda bu qabiliyyət yoxdur. Dik yerimə qabiliyyəti, quyruğun olmaması, barmaqlarda dırnaqların olması, bu insana bənzər meymunlarda da var. Mimika və jestlər vasitəsilə emosiyalarını ifadə etmək qabiliyyəti insana bənzər meymunlarda da var. Nəsil qayğısına qalma, bu heyvanlarda da var. İnkişaf etmiş duyğu orqanları var. Ancaq yalnız B variantında olan alətlərin istehsalı, onlardan istifadə etmə qabiliyyəti insana məxsusdur. Bu da onları fərqləndirən cəhətdir. 27-ci suala baxaq. Müasir insanla insana bənzər meymunların oxşar cəhətlərini soruşur bizdən. Deməli, kəllənin üç şöbəsinin beyin şöbəsindən kiçik olması, əgər üç şöbəsi beyin şöbəsindən kiçikdirsə, bu insana aiddir. Çanağın ağırlıq mərkəzi olması, bu yalnız insana aiddir. Ona görə bu variantı çıxırıq. Bizə hər ikisi üçün oxşar olan lazımdır.
Əmək alətlərini düzəltmə və onlardan istifadə etmək qabiliyyəti. Bu da yalnız insana məxsusdur. Yüksək inkişaf etmiş sinir sistemi, ali sinir fəaliyyəti və dişlərin sayı. Həm insana bənzər meymunlarda, həm insanda 32 diş var. Bu doğru cavabdır. İndi digər variantlara baxaq. Onurğanın əyrilikləri, ayaqdakı baş barmağın digərləri ilə qarşılaşa bilməsi. Bu onurğa əyrilikləri yalnız insana aiddir. Ona görə bu deyil. Amma digər barmağın başqaları ilə qarşılaşa bilməsi primatlarda var. Qolların uzunluğu, ayağın tağ şəkilli olması, döş qəfəsinin yastı forması. Döş qəfəsinin yastı forması, məsələn, hipponda da var. Ancaq ayağın tağ şəkilli forması yalnız insana məxsusdur. Ona görə bu da aid deyil. Cavabımız C variantı. C variantında olanlar həm insana, həm də meymuna xasdır. 28-ci sualda antropogeniz nədir? Antropogeniz insanın formalaşmasının tarixi inkişaf prosesi deməkdir. C variantı daha doğrudur. 29-cu sualda şəkildə göstərilən bir aylıq ruşeymin 3 cüt qəlsəmə qövsü varsa bu xanı balığıdır, aktiniyadır, insandır, skatdır, ağplanaridir. Deməli, kitabda da belə bir şəkil var və orada da deyir ki, bir aylıq ruşeymində 3 cüt qəlsəmə qövsü insana xas olan embrioloji dəlildir. Buna görə cavabımız B variantı. 30-cu sualda şimpanzedə onurğa sütununda neçə döş fəqərəsi var? 13 döş fəqərəsi var şimpanzedə. 26 qabırğa var. Hər bir fəqərəyə 2 qabırğa birləşir və bir ədəd də döş sümüyü. Cəmi döş qəfəsini bizdən soruşsaydı 40 eləyərdi. Amma bizdən döş fəqərəsini soruşur. 13. Cavabımız 13. Gorillanın onurğa sütununda neçə döş fəqərəsi var? Həmçinin gorillada da 13 döş fəqərəsi var. 32-ci sualda insan ontogenezində hansı daha sonra formalaşır? Orta beyin, uzunsov beyin, beyin yarımkürələri, baş beyin yarımkürələr qabığındakı qırışlar, ara beyin. Qırışlar ən son formalaşır. Bu da təfəkkürlə bağlıdır. Ona görə cavabımız D variantı. Ən cavan hissəsi beynin həmin yarımkürələr qabığında olan qırışlardır. 33-cü. İnsanda atavizm hesab oluna bilər. 5 müxtəlif yumurta əkizinin doğulması. Bəli, çünki bu əcdadlarımıza aid olan xüsusiyyətli çoxbalalılıq, çoxlu övladın, balanın doğulması və 5 müxtəlif yumurta əkizinin doğulması da atavizm sayılır. Amma rudimentar tük örtüyü bu rudimenta aiddir. Dişlərin sayının azalması bu ümumiyyətlə belə bir xüsusiyyət deyil, sadəcə olaraq bir uyğunlaşma deyil, yəni diş sayı azala bilər. Tək uşağın doğulması bu normaldır, dölsüzlük bu da normal bir haldır. Ancaq atavizm 5 yumurta əkizinin doğulmasıdır. 34-cü suala baxaq. Hansı əlamətlərin yaranması və inkişafı həm insan, həm də insana bənzər meymunlar üçün atavizm sayıla bilər? Əmgək çıxıntısının və quyruğun olması. Artıq insanda nitqlə bağlı olaraq bişmiş qidaya keçidlə bağlı əmgək çıxıntısı yox oldu. Ancaq insana bənzər meymunlara aid edə bilmərik bunu. Həddindən artıq tüklənmənin və əmgək çıxıntısının bu da aid deyil. Quyruğun və 3-cü göz qapağının olması. Çünki məməlilərin hamısında demək olar ki, 3-cü göz qapağı rudimentdir. Və bunun olması həm insana bənzər meymunlar üçün, həm də insan üçün atavizm sayıla bilər. Həmçinin quyruq. Çünki insana bənzər meymunların da quyruğu yoxdur. Buna görə cavabımız C variantı. 35-ci suala baxaq. Əgər ən qədim insanlardan ilk dəfə tam formalaşmış çənaltı çıxıntı yaransaydı, yəni ən qədim insanlar söhbət psikantrop, sinantrop və Heidelberg adamından, azıq adamından söhbət gedir. Onlarda da nitq yox idi. Çənaltı çıxıntı yaranırdı ilk dəfə neandertallarda. Bu da aydın olmayan nitqin olduğunu göstərirdi onlarda. Lakin onun əvvəlki ən qədim insanlarda nitq yox idi.
Və çənaltı çıxıntının olması onlarda nitqin əmələ gəldiyini göstərə bilərdi. Yəni, onlarda aydın, tam nitq yarana bilərdi çənaltı çıxıntı olsaydı. 36-cı sualda. Əgər insanın əcdadı diş yerişə keçməsəydi, insanda ayağın tağ əmələ gəlməzdi. Bəli, bu doğrudur. Çünki dik yerişlə əlaqədar olaraq antropomorfozlara aiddir bu. 37-ci sualda. Darwinin fikrinə görə antropogenezdə neçə əsas bioloji amil iştirak edirdi? 3. Bunlar aid idi yaşama uğrunda mübarizə, irsiyyət və təbii seçmə. 3 amil iştirak edirdi. 38. Təzə doğulmuş uşaqda quyruğun olması bu artıq atavizmdir. Uzaq əcdada bənzəmə. Quyruğun olması, sıx tük örtüyü, çox məməlilik bunlar atavizm sayılır. 39-da insanın 1,5 3 aylıq ruşeymində quyruğun olması bu embrioloji dəlildir. Çünki ruşeym mərhələsində insanda quyruq olur, sonra tük örtüyü olur bədəndə, sonra bu tüklər tökülür, sadəcə baş hissədə qalır. Qovuq şəkilli beynin olması, 2 kameralı ruşeymin olması, barmaqları arasında pərdənin olması bunlar embrioloji dəlillərə aiddir. 40-cı suala baxaq. İnsan orqanizmində rudiment deyil. 3-cü göz qapağı məməlilər üçün rudimentdir. Həmçinin insan üçün. Ona görə bu deyil. Qulaq seyvanı hərəkət etdirə bilən əzələlər. Bunlardan. Appendix rudimentdir. Ağıl dişləri rudimentdir. Ancaq çox uşaqlılıq bu artıq atavizmdir. Yəni, müxtəlif yumurta əkizindən doğulması bu atavizm sayılır. 41-ci sualda. Meymunun insana çevrilməsi prosesində ilkin mərhələdə hansı amillər daha çox təsir göstərmişdi? Burada ilk mərhələdə mutasiyalar və təbii seçmə öz təsirini göstərmişdi. Elə cavabımız A variantıdır. Nitq qabiliyyəti sonradan yarandı. Oddan istifadə etmək bunlar sonradan yarandı. Dinin formalaşması insanların artıq formalaşdıqdan sonra yaranıb. Ancaq mutasiya və təbii seçmə bunlar öncə yaranandır. 42-ci sual. İnsan və insana bənzər meymunlar üçün verilmiş xüsusiyyətlərdən ümumi olmayanı müəyyən edin. Xəstəliklər ümumi ola bilər. Məsələn, onlar da qripdir, qızılcadır və b kimi xəstəlikləri keçirirlər. Bu ümumidir. Biz ümumi olmayanı istəyirik. Bəzi parazitlər ola bilər ki, onlarda da parazitlik edə bilər. Məsələn, ektoparazitlərdən birədir, bitdir, meymunlarda da var. Ona görə bu da aid deyil. Yəni, bunları çıxaq. Kəsici köpək və azı dişlərinin sayı, onlarda da 32 diş var. Qan qrupları, 4 cür qan qrupu var. Amma onurğanın isvari əyriliyi, onurğa sütununda əyriliklər, bunlar insanın dik yeriməsi ilə əlaqədar əmələ gələn antropomorfozlara aiddir. Cavabımız D variantı. 43-cü sualda. Hansı əlamətlərinə görə insanı xordallar tipinə aid edirlər? Baxaq, isti qanlılıq, süd vəzlərinin əmələ gəlməsi, bədənin tük örtüyünün olmasına görə. Xeyr, embrional inkişaf dövründə xordanın, gəlsəmə yarıqlarının və sinir borusunun olmasına görə. Bəli, buna görə biz xordallar tipinə aidik. 44-cü sualda. Terminlərdən hansı məməlilərin yalnız bir növünün inkişafı prosesini bildirir? Ontogenez. Ontogenez bütün canlılara aiddir. Yəni, onların mayalanma anından ölüm anına qədər olan bir mərhələ ontogenez adlanır. Sonra embriogenez, embrional mərhələdə keçirdiyi inkişaf embriogenez adlanır. Filogenez ontogenezin qısa təkrarıdır. Partogenez müxtəlif canlılarda ola bilər ki, partogenez yolla çoxalan mənənə, dafniya, siklop, bal arısı, yəni bunlar bir neçə növə aid ola bilər. Ancaq antropogenez yalnız insana xas əlamətlərdir. Prosesdir. 44-də B variantı. 45-ci sual. Antropogenez mənşəlidir. Rudiment tük örtüyü, bəli. Çoxməməllik bu atavizmdir. Sıx tük örtüyü atavizmdir. Quyruq, qulluq atavizmdir. 3-cü göz qapağı rudimenti. Bu ümumiyyətlə məməlilərə xas olan xüsusiyyətdir. Bizdən insana xas olan xüsusiyyəti deyir. Bu rudiment tük örtüyü ola bilər.
45A. 46. İnsana bənzər meymunlardan fərqli olaraq insanlar üçün aşağıdakılardan hansı daha səciyyəvidir? Qarın yatalağına yoluxma. Bunlar hər ikisində var. Baş biti ilə yoluxma. Bu da hər ikisində var. Sümüklərin sınması. Yəni heyvanlarda da sümük sına bilər, insanda da. Vəba ilə yoluxma. Hər ikisində var. Ancaq ayaq venalarının genişlənməsi, bu varikoz genişlənmə adlanır və oma sümüyünün möhkəmlənməsi, ağırlığın aşağı ətraflara daha çox düşməsi ilə əlaqədar yaranmış mənfi xüsusiyyətlərə aiddir. Çünki antropomorfozlar nəticəsində bəzi mənfi xüsusiyyətlər yarandı ki, bunlardan biri ayaq venalarının genişlənməsidir, varikoz genişlənmə, sonra doğuş prosesinin çətinləşməsidir, çanaqla bağlı olaraq, heyvanlardan fərqli olaraq. Bu kimi xüsusiyyətlər insanlarda bəzi antropomorfozlara aiddir. 47-ci sualda antropomorfozlara aid olmayan kəllədə beyin şöbəsinin üst şöbəsinə nisbətən böyük olması. Bu insana xas olan xüsusiyyətdir. Aiddir. Ayağın tağın əmələ gəlməsi ayaqda. Bu da aiddir. Oma sümüyünün möhkəmlənməsi. Bəli. Onurğa sütunun esvari əyriliğinin yaranması. Bu da doğrudur. Ancaq quyruğun olması bu artıq atavizm sayılır. 48. Hansılar eyni zamanda yaşaya bilərdi? Azıxantrop, avstralopiteklər, driopiteklər. Bunlar xeyr. Driopiteklər, parapiteklər, pitekantroplar. Xeyr, yaşaya bilməzdi. Çünki pitekantroplar sonradan əmələ gəlmişdi. Pitekantroplar, sinantroplar, parapiteklər. Sinantroplarla pitekantroplar yaşaya bilərdi, ancaq parapiteklər daha əvvəl əmələ gəlmişdi. Bacarıqlı insan, Kramanion, Neandertal, bu da aid deyil. Avstralopitek, gorilla, şimpanze. Bəli, bu üçü yaşa bilərdi. Niyə? Çünki driopiteklər 3 şaxəyə başlanğıc verdi. Avstralopitek, gorilla və şimpanze. Gorilla və şimpanze kör şaxə adlandı. Çünki onlardan heç bir yarımcins başlanğıc götürmədi. Ancaq avstralopiteklərdən bir şaxə ayrıldı, bacarıqlı insana başlanğıc verdi. Və bunların hər üçü eyni zamanda yaşaya bilərdi. Cavabımız Y variantı. 49-cu sualda. 49. Avstralopitek hansı geoloji dövrdə meydana çıxmışdı? Avstralopiteklər Neogendə meydana çıxmışdı, Kaynozoy erasında Neogen dövründə. Buna görə cavabımız B variantı. 50-ci sualda. Avstralopiteklər hansı erada yaşamışlar? Kaynozoy erasında, indi qeyd etdiyim kimi. Sonra 51-ci sualda. Məntiqi əlaqəyə əsasən X-i müəyyən edin. Deməli, antropogenezin amilləri verib, bioloji və sosial amillər. Bioloji amillərə təbii seçmə aiddir, sosial amillərə aiddir. Burada yaşamaq uğrunda mübarizə və deməli, irsi dəyişkənlik də bura aiddir. Təkə mən bunu silim. Ancaq nitqdir, sonra təfəkkürdür və ictimai həyat tərzi. Bunlar aiddir sosial amillərə. 3, 4 və 6. Cavabımız bunlardır. 52-ci sualda. Antropomorfozlara aid olanları seçin. Döş qəfəsinin olması digər canlılarda da döş qəfəsi var idi. Yəni, bu aid deyil. Dik yerimənin meydana çıxması, bəli, aiddir. Döş qəfəsinin yanlara doğru genişlənməsi, bu da dik yeriməklə əlaqəlidir. Dişlərin ixtisaslaşması, meymunlarda da dişlərin ixtisaslaşması var idi, məməlilərdə də var idi. Ona görə bu aid deyil. Çənə aparatının yüngülləşməsi, bəli, bişmiş qidayla keçməklə əlaqədar olaraq artıq çənə aparatı da yüngülləşdi. Kəllənin beyin şöbəsinin üst şöbəsindən iri olması, bu da onlarda təfəkkürün yaxşı inkişaf etdiyini göstərirdi. Cavabımız 2, 3, 5, 6. 53-cü sualda. Yetkin orangutanda döş qəfəsində olan sümüklərin sayı onun dişlərinin sayından nə qədər çoxdur? Orangutanın 32 dişi var. Ancaq döş qəfəsində orangutanın insandakı qədər, yəni 12
döş fəqərəsi var, 24 qabırğası, bir ədəd döş sümüyü. Cavab eləyir 37. 37 çıxılsın 32-dən. Cavabımız 5. Deməli 5 ədəd çoxdur. Döş qəfəsində olan sümüklərin sayı. Yetkin şimpanzedəki dişlərin sayı oranqutanın döş qəfəsində olan sümüklərin sayından nə qədər azdır? Şimpanzedə 32 diş var. Oranqutanın döş qəfəsində 37 sümük var. Yenə 37, çıxırıq 32-ni, 5. Deməli 5 ədəd azdır. 55-ci sualda oranqutanın döş qəfəsində olan sümüklərin sayı, oranqutanın döş qəfəsində 37 sümük var. Şimpanzenin döş qəfəsində olan sümüklərin sayından nə qədər azdır? Şimpanzenin döş qəfəsində 13 fəqərə, döş fəqərəsi, 26 qabırğa və bir ədəd döş sümüyü var. Toplanda 40 sümük eləyir. 40 çıxılsın 37 bərabərdir 3. Deməli 3 ədəd azdır. 56-cı sualda oranqutanın döş qəfəsində olan sümüklərin sayı. Bilirik ki 37-dir. Gorillanın döş qəfəsində olan sümüklərin sayından nə qədər azdır? Gorillada da şimpanze kimi 40 sümük var döş qəfəsində. Ona görə 37 40-dan 3 ədəd azdır. Cavabımız 3. 57-ci suala baxaq. Cədvələ əsasən x çıxılsın y fərqini hesablayın. Yetkin orangutanda daimi dişlərin sayı 32-dir. Qabırğaların sayı 24-dür. Çünki orangutanın döş qəfəsindəki sümüklərin sayı insanla eynidir. Və 32 çıxılsın 24 bərabərdir 8. Cavabımız 8.